Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm sizə həm bu qırmızı ördəklərimizi görsədəm. Yəni bax bunları ayırmışam. Bunlar Krasnodar sortu təmiz, başlar zadda qırmızı. İndi düzdür. O ucu 5 illikdir, biraz ucu ana ağarıb. O 5 illiyin anasıdır, bunlar isə cavandır. İndi get-gedə bunlarda belə ağarma olur. Bu da normaldır. İstədim çəkəm həm bunları sizə görsədəm. Krasnodar sortudur, özə qəşəng çəki verən. İndi videoda bilmirəm onu sizə belə deyim görsədə bilirəm yoxsa yox. Yəni bunlar yaxşı çəkili olur, həmçində yaxşı iri yumurta verən olurlar. İstədim çəkəm bunları indi bölmüşəm. Bir erkəkdir, burada 3 dəfərə. Sırf qırmızılardır. O biri tərəfdə isə gələn videomda da göstərəcəyəm. Bir dənə qara erkəkdir, zil qara başıdadır və 3-4 dənə də bozdardır. Gələn videolarımda o haqda da danışanda, yəni digər mövzuya toxunanda onları çəkəcəyəm. İndi isə istədim bunları çəkəm, paylaşam. Yəni bugün bu mövzuya toxunmaq istəyirəm ki, belə deyərdim, bir erkək lal ördəyə neçə dişi bəs edir. Deməli, əziz izləyicilər, bir erkəyə neçə dişi lazımdır. Əgər istəyirsiniz sırf yaxşı çıxsın, ümumiyyətlə lal ördək yaxşı çıxardır. Yəni erkəyiniz əsas erkəkdir. Erkək əgər aktivdirsə, yaxşı cütləşirsə, onda bir erkəyə siz 5, 6, hətta 7 dənə belə fərə saxlaya bilərsiniz. Nəyə görə bunu deyirəm? 7 dənə. Deyəcəksiniz ki, 7 dənə çox deyilmi? Çünki əgər erkək aktivdirsə, bir gündə 3 dəfə, 4 dəfə elə olan erkəklər olur. Bunlarla cütləşəcəkdir və o bir dəfə elə bir cütləşdi, 6-7 yumurtası gedir. Və o fərələr, misal üçün 4 dənəsindən də, o 4 dənəsi başlayıb yumurta, bunlar elə bir ki, siz necədir, hansı ki yumurtlayacaqda onda başlayırlar cütləşməyə və erkək sırf onlarla cütləşir. O hansı ki yumurtlamır, erkək onlara yaxın getmir. Elə bil ki, özləri, belə deyim, öz aralarında danışırlar, nədir? Yəni, erkək əgər 7 dənə fərədirsə, o hansı ki 3-ü, 4-ü yumurtlayırsa, onlarla cütləşəcəkdir. Və sırf belə deyim, onların 6-7 yumurtası toxumluq olacaqdır. Yəni, 3 gün, 5 gün belə və onlar kürt yatana yaxın obislər ola bilər ki, 3 dənəsi, məsələn, 4 dənəsi kürt yatana yaxın, 3 dənəsi başlayır yumurtlamaq, onda erkək ördək başlayacaqdır onlarla cütləşməyə. Və onlarla cütləşince onların da yumurtası, belə deyərdim, toxumlu olacaqdır. Yəni, məndə bir dəfə olub məcburiyyət qarşısında 7 dənə fərə saxlam, 7 dənə olubdu, erkək ikinci olmuyubdu da saxlamışdım, problem oldu, yaxşı cütləşmədi. Ümumiyyətcə, o bir erkəkdə 4-ü ayırdım, gördüm ki, yox, bu cütləşmir və bir erkəyin umudundan 7, hətta 8 fərə qaldı. Və onu da deyim ki, erkək yumurtlayanlarla yaxşı qəşəng cütləşdi, elədi və sonra o birisi tərəfə açıqdı deyə özü gedibləri ördəklər. Və o birisilər yatanda başladı bu birislərlə, yəni yumurta çox yaxşı oldu. Yəni sözü nəyə gətmək istəyirəm? Sözü ona gətmək istəyirəm ki, erkək ördək belə deyərdim, aktiv olanda, misal üçün bəxt dediyim kimi 7 dənə saxlayıbsınızsa, onun 3-lə 4-lə cütləşir və onlar yumurtayır 2 gün, 3 gün, 5 gün və yumurtalar yığıldıqca başlayıb obislər də yumurtlayanda erkək obislərlə cütləşir, sonra bunlara qayıdır. Yəni həm bunların yumurtası toxumlu olur, həm onların. Yəni bir erkək 6-7 fərəni belə deyərdim, toxumlada bilir. Ancaq ola bilər, yəni bu risk da. Ola bilər ki, 7 dənə saxlayırsınız, 7-si də birdən belə deyərdim, yumurtadır və belə deyim də, şey olmadı, erkək hamısından cütləşib çatdıra bilmədi. Təbii ki, onda ördəklərinizin yumurtası, belə deyim, toxumsuz ola bilər. Ona görə yəni risk eləməyin, maksimum 5 fərə. 5 fərədən uzağa keçmir. Düzdür, əgər siz baxırsınız ki, misal üçün 5 dənə, məsəl üçün 8 dənə ördəyiniz var. 8 dənə ördəkdən 3-ü, 4-ü şeydir, anadır.
Amma 4-ü baladır. Balalar biraz analardan gec yumurtlayır. Hə, onda bir dənə erkək saxlaya bilərsiniz. Erkək analarla tütləşəcəkdir və analar yumurtlayıb kürt yatandan sonra məsələn 4 dənə ana yatdı, 4 dənə bala qalıbdı. Erkək gedib onlarla tütləşəcək və onlarınki də olacaqdır da, yəni toxumda. Yox, əgər belə deyək, hamısı anadırsa, ya hamısı baladırsa, bunlar hamısı birdən yumurtaya bilərlər və birdən də yumurtadılarsa, erkək onlara çatdırmayanda belə deyim, yumurtalar toxumsuz olacaqdır çoxu. Çoxu deyəndə misal üçün 8-də birdən başlayacaq, erkək da aktivdirsə 4-ünün zatla tütləşəcək. Sonra da o birisilərdən, yəni ikisinin zadın yumurtası, 5-6 yumurtası biraz toxumsuz ola bilər. O da ikisinin, amma 5-lə 6-sından tütləşəcəkdir rahat. Ona görə yəni belə problemlər ola bilərlər. Ona görə siz belə deyim, risk eləmisiniz. Ən yaxşısı bir erkəyə maksimum 5 dənə. 3 dənə oldu daha super. 4 dənə oldu o da yaxşı. Amma 5 biraz belə düzdür. Şey ola bilər, hamısı birdən yumurtlayanda erkək də aktiv olmayanda o dərəcədə biraz problem ola bilər. Ancaq erkək aktiv oldu 5 dənə kifayət edir. 5-dən o cür keçdi, belə deyim, biraz risklidir. İndi əzizlərcə mənkilər başlayıbdır, şükür Allaha, hamısı yumurtlamağa, qırmızılar hələ başlamayıbdır. Amma bozların hamısı çox super yumurtayır. İnşallah görək nə olur. Belə. Yəni bax bu haqqda da danışdım, məlumat verdim. İndi gələn videolarımda da lal ördəklər əgər bir yerdə yumurtayırsa, onları nə etmək olar? Yəni düzdür, belə yerdə biraz çətin olacaqdır, ancaq nəsə eləmək olar. Onlar haqda da, yəni o haqda da video çəkəcəyim. İndi görürsünüz, bax orada yerlər hazırlamışam 3 dənə, o birisilərə isə digər yerdə yer hazırlamışam. İnşallah gələn videolarımda bu haqda videolar çəkəcəyəm və sizinlə paylaşacağım. Sizdən də artıq dərəcədə xahişim odur ki, kanalımıza abunə olun, videolarımıza da like qoyun. Çünki baxsız, çoxunuz like qoymusunuz, videolarda yaxşı inkişaf eləmir. O mənasız boş danışanların videoları buradan çox şey olur. Yəni belə deyərdim, izlərindir. Valla bu boyda əziyyət çəkirəm, amma əziyyətmə şey olur. Hər mövzuya toxunmam, hər heyvana toxunmam, ancaq videolar elə yəni like qoymusunuz. 1000 nəfər, 2000 nəfər baxır, 300 like ola ya olmuyor. O da ki elə baxır. Artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Like qoyun ki, qoy videolarımız inkişaf eləsin. Mən də həvəslə videolar çəkim, sizinlə paylaşım. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza yenə deyirəm, abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın əziz izləyicilər.